mənfidən bu günə servilişdə Şəki vlogu çəkirəm. Bu günə servilişdə Şəki gedəcəyik. Mən vlogu biraz gec başlatdım. Saçımı falan düzləşdirdim, kombinimi elədim ki, sizlərə hamısını tam göstərim. Sadəcə makyajımı sizə saxlamışam, bir də çantamı bir yerdə hazırlayacağıq. Yəni bu qədərdir. İndi bacım orada hazırlaşır, mən də belə hazırlaşmışam, kombinimi falan sizə göstərəcəm. Çox rahat bir kombin elədim, çünki 6 saatlıq bir yol Şəki, Sumqayıtdan Şəki 6 saatdır və yolda istədim ki, rahat olum. Onsuz da ora gedəndə kombinlərimi falan göstərəcəm yəni. Heyecanlıyam, çox mutluyam. Həcə. Mən gedirəm sizə kombinimi göstərəm. İndi mən sizlə bir yerdə çantamı hazırlayacağım. Yəni çanta, orada 2 gün qalacaq çəkdə, onu da deyim mən sizə. Yəni bu günlər gedəcəyik, sabahları bu gün axşama qədər əylənəcəyik, sonra sabahlar bir də əylənəcəyik, sabah axşam yola çıxacağıq. Yəni ona görə bir də arxadakı səslər takmayın, anam gildə hazırlaşdığı üçün biraz səs çox gələ bilər, yəni üzr sayın. İndi mən çanta olaraq bu qara çantamı götürürəm, onu onsuz da bilirsiniz. Bunu Qəbələ gedəndə axtarmışdım. Deməli bunun içinə mən nələr qoymuşam, indi sizə onu göstərəcəm. Bu çöynəyimi bilirsiniz, bu qara dantel, bu niyə belə tərsdir? Aha, deməli bunu qoyuram. Bunu siz niyə qoydun? Nə olar, nə olmaz deyə qoydum. Yəni geyin edə bilərəm, geyin edə bilərəm. Təzə köynəklər alacam, bu sualına cavab verin. Bəlkə, yəni bilmirəm, tam deyil. İnşallah alışverişə getmək düşünürəm Məryəmlə. O haçana qaldı bilmirəm. İkinci olaraq bu köynəkdir, bunu götürürəm. Bunun rəngini çox sevirəm. Bir də pijama dəstəsi götürürəm. Pijama olaraq da bu xəttli şort kimi və bu güllü köynək götürürəm. Bir də şalvar götürürəm. Cins şalvar. O da budur. Bunu götürürəm yəni. Yəni kombinim belə. Bir də yolu qucaqlamağa özümə oyuncaq götürürəm. Bir də orada qucaqlamağa. Oyuncaqlarımsız qala bilmirəm. Çox çeşid vardı, stitch falan vardı. Mən bunu götürürəm indi. Bu biraz çantaya yerləşə biləcək müsaitlik bu durumdadır. İndi bunları çantaya qoyuram. Qərarı gəlmiş şalvarımı qara cins şalvarla dəyişdirim ki, köynəklə falan o daha yaxşı gedir. Həm də bu ağ köynəyimi də rahatlıqla o qara cins şalvarla geyinə bilərəm. Ona görə bunu qara cins şalvarla indi gedib dəyişdirəcəm. Çantamı da belə hazırladım. Cins şalvarı anam geyim çantasına qoydum. Yəni bunun içinə qoymadım. Bunun içinə başqa şeylər qoyacağam. Onda indi gedək çay içməliyəm. Bu arada səhər yeməyimi yeməmişəm və yol çıxacağıq. Ona görə bilmirəm. Gedim indi bu qulaqçığımı da qoymuşam ki, yolda qulaqçığa amma mahnıya qulaq asa bilim. Yəni belə indi isə gedirəm makyaj edəcəyik. İndi mən makyaj eləməyəcəm, sadəcə günəş kremi vuracağam belə. Günəş kremini vurduqdan sonra da yəni üstündən sadəcə biraz konsiler keçə bilərəm. Canım, mən indi makyajımı da bitirdim. Kombinim olsa bilirdiniz. Axşam orası soğuk olar deyəndə bu şalvarın üstünü götürürəm indi. Yolda Xəcə ilə biz bir yerdə oturduq. Atıştırmalıqlar falan almışlar. Onları çəkdim. Yəni belə. 6 saatlıq yolumuz var və hələ 1 saatında falanıq. Və mən biraz yatdım. İndi durdum. Şimdi böyle bir restorana geldik. Böyle renkli yerler falan var. Qəşəngdir. Tavşan tapdım yine. Dekorlar çok geçendi. Hiç çok geçen kombin falan eləməmişəm. Həqiqətən çox keyifləndim. Normalde geçen kombin falan olsaydı videolar seçərdim. Çıxışda
gözləyirik, atam gidi gözləyirik. Ödəniş eləsinlər, gəlsinlər gedək. Burada bir yer var deyə. Siz sözlər yazılıbdır. Sən mənim bir dənəmsən. Yoksan ölümdən de farkı var. Gecetmeye dön artık üzülecek. Bu nasıl keder? Niyeti çat 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 baksa. Sevsem şu bal yanaktan. Böyle sevmeden anlamazlar. Biz sonra eve geldik. Bura abur-cuburlar falan üstüne düzdük. Sonra onsuz da akşam olduğu için əynimi falan dəyişdim, rahatlandım yəni. Satmışıq. Mən ev paltarlarımı falan giyindim. İndi də samavar dəmlədilər, samavar içəcəyik. Ev turu isə çəkmirəm, onsuz da yəni normal evdir yəni. İndi samavar çayı içəcəyik. Akşam içində yemək pişirirdi anamcığım. Ben yemekleri size çektim. Şimdi gidelim. Sabah bütün gün çorba pişireceğiz yanım dedi. Hava qaraldı artık burada. Biz sabah gözləyirik. Yani bu vlogun birinci günüydü. Belə oldu. İkinci günündə ona, yani sabahları gəzmək vlogunda görüşərik. Ertəsi gün hazırlaşıb Marxala getdik, amma Marxal otel kimi bir yerdir. Biz otelə getmədik. Marxalın biraz aşağısında əyləncə yerləri vardı. Biz oralara getdik. Yəni orada da əyləncə yerlər dediyim, yəni çox da qeyri-adi şeylər yox idi. Yəni seçə bildiyim qədər seçdim. İndi Spayana gəlmişik. Bura Şəkidə yerləşir. Belə kanat var. Bilmirəm, yorğunluqdandır, nədəndir. Bir şey çəkmək istəmirəm. Yəni çox yorğunam, elə bil üstümdə yorğunluq var. Biz indi gəldik, belə sürüşkən kimi şey var. Buna minəcəyik. Sizi şişlərlə onun üstünə oturursunuz və sürüşürsünüz. Elə bir şeydir. Sen görürsen 8 tane araba kondur. Hadi. Bayaqdan da makyaj eləyirdim. Makyajımı son alıb belə oldu. Və bu arada öz makyaj malzemələrimdən istifadə eləmədiyim. Bu səfər sizə göstərim mən hətta. Belə bir primer vardı. Buna istifadə elədim. Ənlik olaraq Golden Rose'un belə bir ənliyi vardı. Bunu istifadə elədim. Gloss, məsələn, dodağımda gloss. Dodağımdakı gloss bu arada budur, baxın. Belə. Concealer olarak bunu istifadə edim. Markasını bilmədim çünkü üstündə 2-3 tane ad yazılmışdı. Bunlar bu arada bizimle gelen aile tanışlarımızdan Seyide xalamın idi. Sonra Evelyn markasının maskarası vardı. Bu çok qəşəngdir bu arada. Bunu çok beğendim. Yani bunlar belə sizə bir göstərirəm burada. Başqalar için əlimə nə gəldəsinə göstərmişəm. Bu Berry Vanilyanın parfümü idi belə. Bunu da çox qəşəng idi. Onsa mən əvvəl istifadə eləmişəm bundan. Yəni çox qəşəng idi həqiqətən Berry Vanilya. Ertəsi gün çıxdıq və atam yolda dayandı, bizə atışdırmaqlar falan aldı. Şəkidə çox çəkə bilmədiyim üçün evdə vloqa davam elətdirdim. Və canlarım, sonunda evdəyik. Mən Şəkini çox bəyəndim bu arada. Şəki çox qəşəng yerdir. Sadəcə biz 2 gün qaldıq. 2 gün qalmamıza baxmayaraq, yəni gəzdik gəzə biləcəyimiz yerləri. İndi mən saçımı falan yuduğum üçün saçım belə şişibdi. Saçımı düzləşdirərəm birazdan sizdən bir yerdə. Deməli Şəkidə niyə çox qalmadıq? Çünki biz ailə tanışlarımızdan getmişdik. Onlar orada toya getməliydilər. Biz də ona görə tez qayıtdıq. Normalda çox qalacaqdıq. İnşallah avqustda falan yenə başqa rayonlara getmək istəyirik. Nə bilim Qubaya getmək istəyirik. Ailəvi o şey af evlər deyilir və üçbucaq evlər, onlardan tutmaq istəyirik. Yəni bilmirəm. Atam və anamın gəzmə planları hələ ki davam edir. Mənə görə yəni Şəki gözəl yerdir. İndi mən saçımı düzləşdirəcəm birazdan sizinlə bir yerdə. Burası günəş o qədər qəşəng düşür ki, yəni heç də indi saçımı düzləşdirəcəm. Bir də təzə paltarlar almalıyam. Alışverişə gedəcəm. İnşallah onu da vloqa çəkəcəm. Amma tam dəqiq vaxt demirəm. İnşallah haçanıza gedəcəm amma. Dilim parılayır. Heç şey də vurmamışam. Yəni belə
mən şəklini çox bəyəndim. Evə gəldim, dedim ki, vloqu evdə də davam elətdirim. Çünki 9 dəqiqəlik bir şey alınıbdı. Və dedim ki, bunu evdə davam elətdirməliyim. Hər vloqda ağ rəngli köynək geyinirəm. Elə biləcəksiniz, ağ köynəkdən başqa köynəyim yoxdur. Amma indi sizə ağ köynəklərimi göstərəcəm. O qədər ağ köynəyim var ki. Baxın, burada 2 dənə ev üçün geyməliyik. Ağ köynəyim var. 2 dənə, bir dənəsi buradadır. Bunlar çöl üçün geyməliyikdir. Bəziləri də anam yumağa vermişəm, yəni çünki rayona aparmışdıq. Yəni belə təzə köynək, bu qaşlı köynəyimi bu arada çox soruşdunuz keçən dəfə makyaj vloqumda geymişdim. Baxın, bu qaşlı olan. Bunu tərs çevirmişəm çünki qaşlar tökülməsin deyə. Bu qaşlı köynəyi mən Mulendən almışdım. Çantamı boşaldıram. Bunu bura belə qoyaq, şəkil yapardım. Lazımsız ləvazimatlar qoyuram. Bu arada dırnağımın biri qırıldı, belə balacalaşdı. Amma kəsmirəm. İnanırsınız, bu biri barmağımda da kəsilibdi. Baxın, bu ikisi. Amma digərlərinin heç birini kəsmirəm. Gözləyirəm ki, uzansınlar. Çünki yəni bunların uzanması üçün mən nə qədər vaxt sərf eləmişəm, yəni ona görə. Bunlar cibimdən çıxanlardır. Dodaq karandaşdır, lip balm vardı. Bunları götürürəm belə. Burada şəkil yapardım, makyaj ləvazimatlarını yerləşdirirəm. Əslində istifadə eləmədim, amma yenə də yerləşdirməliydim. Düzdür, nə qədər istifadə eləməsəm də yenə də içinə doldurub aparmışdım. O qədər lazımsız hər şeyi. Bu arada mən bir dənə vlog short çəkəcəm. Makyaj çantamda nə var qısa olaraq. Amma onun üçün ləvazimatlar almalıyım, təzə makyaj ləvazimatları. İnşallah onları alım. Qəşəng bir dənə short çəkəcəm sizin üçün. Düzləşdirmə qərarına gəldim. Çünki evdəyim və saçıma ziyan vurmaq istəmədim. Onun yeni sizə bir məsələ haqqında danışsam, rəsm işim haqqında. Mən rəsmi bir aylığına dayandırmışam. Yəni avqustdan davam edəcəm. Ümumiyyətlə mənim bütün məşğələlərim avqustdan başlayacaq və dərs vloqlarına da o vaxtdan başlayacağam. Yəni avqustdan başlayaraq artıq mən dərs vloqları çəkəcəm və özü çox çəkməyə çalışacağam. Çünki bütün gün məşğələlərdə olacaq. Çalışacağam ki, həm dərs edeyim, həm də sizə yararlı bir vloq çəkim. Yəni heç də belə indi bu kağızı görəndə yadıma düşdü. Buradakı rəsm işlərimi falan belə görəndə yadıma düşdü ki, mən rəsmi dayandırmışam bir aylığına. Bu arada indidən darıxdım mən rəsm üçün. Rəsm bilmirəm, belə rəsmi keçməkdə belə boşluq hissi yaranır insanda və darıxıram. Yəni rəsmi çox sevirəm. Evdə işləyirəm nə qədər olmaya. Sadəcə rəsmdəkinin yeni vermiş, rəsmdə qızlar falan da olur. Yəni ona görə daha maraqlı olur. Yəni heç rəsmi bir aylığına dayandırmışdım. Burada sizlərlə bölüşmək istədim. Bura çox dağınıqdır. Buranı bəlkə yığışdaq bir yerdə. Aksesuarlarım yalnız bir-birinə girib. Çəkəcəkdim, ulduzlu olan hər şey, belə şey var ya, bura ulduzlu sırqalarım falan, ulduzlu şahmeranım, sepim falan qoydum. Sadəcə bu sepimi paslanıb, bir təzəsini almalıyım. Bir də mənim ulduzlu bir dənə sepim vardı və onu itirmişəm. Nəysə sonumuz, burada aksesuarlarımı qoydum, belə şey çəkəcəm inşallah. İndi mən üzümə krem vuracam belə gecə yatmazdan əvvəl. Bilmirəm, bu aralar üzüm biraz düzəlib deyəni normala baxmışkən, əvvəl daha çox sivilcə və ya şey olurdu, sızanaq olurdu. İndi nisbətən azalıbdır. İnşallah belə də gedər. Düzdür, son şəkildə olduğum günlərdə çox biraz abur-cubur yedim. Amma yenə də yəni birazcıq azalıbdır. İndi bundan vururam belə. Təzə üz kremi də almalıyım. Birisi nə istəyirəm? Mən Isena'nın bir dənə kremi var, üz üçün onu istəyirəm. İnşallah tapa bilsəm onu alacağım. Ümid edirəm. Sadəcə Isena'nın çox üz üçün kremi var. Mən bilmirəm hansıdır yəni. Ona görə gecə, məsələn, elə saat ki, gecə yalnız vurulur, elə saat gündüz vurulur. Mən istəmirəm gün boyu, məsələn, hasan üzümüzdə makyaj altına istifadə olunan olsun, yəni. Dırnaqlarıma da dırnaq laka almalıyım ki, qırılmasın, yəni. Bir də dırnaq düzəltmək istəyirəm. Avqustun biri falan ki, məşğələlərim avqustda başlayır. O vaxtda üst-üstə düşsün, ona görə. Tokaları da belə vurmuşam. Saçım şişdi biraz. Olsun, onu düzləşdirməyəcəm. Çünki hər gün düzləşdirəndə saçımın, necə deyim, yapısı bozulur. Ona görə istəmirəm, yəni saçıma ziyan vurmaq. Yəni belə bunu da vurdum. İndi bir Nivea vuracam dudağıma.
Vivian da vurandan sonra makyajın Vivian baxımımız bitir. Bunu da başqasının almaq istəmirəm. Belə ən qəşəng bu. Bir də alsam Max Vişlərini alaram. O çox qəşəng olur. Mən biz Vişlər şeyləri çox sevirəm. Yəni burada dırnaq elətdirsəm siz nə model elətdirsəm bura qoyun belə. Bundan istəyirəm. Bantikli bir şey elətdirmək istəyirəm. Yəni bilmirəm. Belə. Və canım mən vlogu burada bitirirəm. Yəni indi gələcəm daha 17-yə baxmalıyam. Ona baxacağam. Bu arada o diziyə də baxıram. Mən orada dənizi sevirəm. Bilmirəm denizi sevən olarmı? Ən çox Leylanı sevənlər daha çox var. Mən denizi sevirəm. Nəysə, indi mən gedəcəm, daha 17-yə baxacağam. Sonra bir-iki dənə əlavə baxmalı olduğum filmlər var, yəni. Onlara baxmalıyam. Yəni belə günü yürütürüm. Bundan sonra hava qaranlıqdan sonra da dizi izləməkdir. Burada məni görürsün. Heç də, yəni belə. Vlog bilmirəm, maraqlı mı oldu, sizi saracaqmı falan, amma çəkdim. Bundan sonraki videomuz bilmirəm nədir. İnşallah maraqlı bir şey çəkməyə çalışacağım. Ümid edirəm video xoşunuza gələr. Əgər video xoşunuza gəlsə like atıb abunə olmağı unutmayın. Başqa video vloglarımda görüşmək üzrə. Öpdüm. Bye bye.